Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firuz qızı. Artıq bildiyiniz kimi bir neçə dərsdir ki, mən sizlərə təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə ödənişsiz şəkildə sınaqlar təqdim edirəm və bu günlərimdə təkrar sertifikasiyaya hazırlaşan müəllimlərə sınaq altını təqdim edəcəyəm. Əgər bu sizin üçün faydalı olursa, kanala abunə olun. Eyni zamanda da həmkarlarınızdan təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlər varsa, bu videonu onlara göndərib dəstək ola bilərsiniz. Gəlin vaxt itirmədən keçid edək birinci sualımıza. Birinci sualda bizdən nəyi tələb edir? Riyaziyyat müəllimi şagirdlərə alış-veriş mövzusunda tapşırıq verir. Tapşırıqda şagirdlər alınan məhsulların qiymətini hesablayır, ümumi məbləği müəyyən edir və qəbz tərtib edir. Bu hansı inteqrasiya növünə aiddir? Riyaziyyat dərsində müəllim alış-veriş mövzusunda tapşırıq verir. Riyaziyyat dərsini müəllim texnologiya fənni ilə əlaqələndiribdir. Fənlərarası inteqrasiya burada var. Gəlin variantlardan fənlərarasını tapmışam, digərlərini çıxaq. Yəni hansı variantda fənlərarası yoxdur, onu çıxaq. Məsələn, Y variantında deyir inteqrasiya yoxdur, amma biz fənlərarasını tapmışıq. Yeni də çıxdıq. İki variantımız qalıb. Fənlərarası fəndaxili və fənlərarası üfüqi. Fəndaxili inteqrasiya, yəni fəndaxili inteqrasiya deyəndə, yəni alt standartın məzmunu arasında yaradılan əlaqədir. Eyni zamanda da iki qolu var, iki növü var bunun, şaquli və üfüqi. Ancaq biz hal-hazırda bizə təqdim olunan inteqrasiyada şaquli inteqrasiyanı görə bilmirik və şaqulini görə bilmədiyimizə görə fənlərarası fəndaxili də çıxırıq variantlarda. Amma üfüqi inteqrasiya var burada. Hardadır desəniz, yəni məhsulların qiymətini şagird hesablayır və ümumi məbləği müəyyən eləyir. Və sualın cavabı olacaqdır B variantı. Birinci sualın cavabı B variantı. Keçid edək yenə də inteqrasiyaya aid olan sual. Coğrafiya müəllimi şagirdlərə yeni ekoloji problemlərlə bağlı layihə verir. Layihədə biologiya və kimya fənləri üzrə biliklərdən istifadə olunub. Baxın, inteqrasiyanı soruşur, kimya və biologiyanı açıq şəkildə bizə göstərir. Deməli, burada da fənlər arasında inteqrasiya aparılmışdır. Eyni zamanda da fənlərarası inteqrasiya olmaqla yanaşı şagirdlərə ekoloji problemlərdən bəhs edilir. Yəni, həyatla əlaqələndirir verilən layihəni. Fənüstü inteqrasiya da burada var. İndi variantlara baxaq. Fənlərarası, fənüstü. Hər iki inteqrasiyanı biz tapmışıq. Fəndaxili şaquli, fənlərarası üfüqi, fəndaxili üfüqi. Bu situasiyada inteqrasiya yoxdur, yanlışdır. Cavab olacaqdır A variantı. Baxaq növbəti suala. Öz fəaliyyətini qiymətləndirməyə təşviq edən sual hansıdır? Yəni, şagirdin öz fəaliyyətini qiymətləndirən bir növ belə deyək də, metakognitiv bacarığı inkişaf etdirən sual hansıdır? Bunu bizdən tələb edir. Dərsi başa düşmək üçün kimdən soruşdun? Bu tapşırıqlarda etdiyin səhvləri necə aradan qaldırdın? Dərsdən sonra nə etdin? Neçə dəfə tapşırığı oxudun? Kitabı nə vaxt qaytardın? Aha, baxın. Burada şagirdin əgər metakognitiv bacarığını, yəni özünü qiymətləndirməyə təşviq edən sualı bizdən soruşursa, bu tapşırıqlar etdiyin səhvləri necə aradan qaldırdın? Artıq bu sualı səsləndirən zaman şagird metakognitiv bacarığından istifadə etmiş olacaqdır. Ona görə də üçüncü sualın cavabını götürəcəyik B variantı. Keçid edək növbəti dördüncü sualımıza. Müəllim tədris vahidinin sonunda şagirdlərə fərdi qiymətləndirmə vərəqləri təmin edir və onları öz fəaliyyətini təhlil etmələrini istəyir. Şagirdlərdə bu bölmə ərzində qarşılaşdıqları çətinlikləri, öyrəndiyi üsulları və gələcəkdə hansı strategiyadan istifadə edəcəklərini qeyd etmələri tələb olunur. Verilmiş vəziyyətə əsasən aşağıdakılardan hansı yanlış fikirdir?
Bu qiymətləndirmə şagirdin öz öyrənmə strategiyasını dərk etməsinə kömək edir. Doğrudur, çünki şagird öz öyrəndiyi üsulu, gələcəkdə hansı strategiyadan istifadə edəcəksə onu qeyd edirsə, qiymətləndirmə şagirdin öz öyrənmə strategiyasını dərk etməsinə kömək edəcəkdir. Bu doğru yanaşmadır, amma bizdən yanlışı istəyir. Şagirdlər bu prosesdə iştirak etməklə müəllimə dərsin keyfiyyəti ilə bağlı rəy verə bilər, doğrudur. Şagirdlərin fəaliyyətini təhlil etməsi onlarda metakognitiv bacarıqları inkişaf etdirir, doğrudur. Belə qiymətləndirmə yalnız zəif şagirdlər üçün faydalıdır. Xeyr, niyə zəif şagirdlər üçün? Axı metakognitiv bacarıqlar güclü şagirdlərdə, elə zəif dediyimiz nisbətən güclülərə nisbətən bir balaca zəif olan uşaqlar üçün, yəni hər biri üçün faydalıdır, digərləri üçün əlavə yükdür. Yanlış yanaşmanı bizdən istəyir, yanlış yanaşma da D variantındadır. 5-ci suala baxaq. Müəllim dərsin sonunda şagirdlərə refleksiya vərəqləri paylayır və onlardan dərs zamanı hansı fəaliyyətin onların öyrənməsinə daha çox kömək etdiyini yazmalarını istəyir. Aşağıdakılardan hansı bu fəaliyyətin məqsədinə uyğun deyil? Baxaq variantlara. Şagirdlər təlim zamanı ən çox faydalandıqları üsulları müəyyənləşdirəcəklər. Bəli, refleksiya vərəqini müəllim paylayır və dərs zamanı hansı fəaliyyətlərin onların öyrənməsinə kömək etdiyini yazacaqlar. Əgər ona üsullar, yəni təlim zamanı daha çox üsullar faydalıdırsa, onları müəyyənləşdirib qeyd edəcəklər. Şagirdlər müəllimin nəyi necə izah etdiyini qiymətləndirmiş olacaq. Doğru yanaşmadır. Bu fəaliyyət şagirdin dərsin təşkilinə müəllimlə əməkdaşlıq etməsinə şərait yaradır. Doğrudur. Şagirdlər bu fəaliyyətlə dərsdə öyrənmədiklərini tam əzbərləməyə çalışacaqlar. Yanlışdır. Şagirdlər gələcəkdə dərsdə hansı üsuldan istifadə edəcəyini düşünəcəklər. Bəli, verilən situasiyaya aiddir. Doğrudur. Bu da Y variantı da doğrudur. Amma bizdən yanlış olanı istəyirdi. Yəni məqsədinə uyğun deyil, D variantı idi. Bu sualın cavabı da olacaq D variantı. 6-cı suala baxaq. Müəllim şagirdlərə tədris bölməsinin sonunda aşağıdakı sualları verir. Bu bölmədə ən çox nəyi öyrəndin? Nə çətin idi? Növbəti dəfə necə öyrənmək istəyirsən? Bu yanaşma ilə bağlı səhv fikri müəyyən edin. Bu suallar şagirdin öyrənmə prosesinə yönəlmiş düşünməsini stimullaşdırır. Bəli, yəni yönləndirici suallar veririk şagirdə. Doğrudur. Şagirdlər bu sualı öz öyrənmə tərzlərini təhlil etməyi öyrənirlər. Doğru yanaşmadır. Bu cür fəaliyyət yalnız yüksək səviyyəli şagirdlər üçün uyğundur. Yalnız yüksək səviyyəli deyir. Digərləri üçün yararsızdır. Bu sual qalsın, sonunda yenidən baxarıq. Bu yanaşma şagirdin gələcək fəaliyyətlərini planlaşdırmağa yardımcı olur. Doğrudur. Şagirdlər nə üçün fərdi təcrübə və çətinlikləri paylaşmaqla özünü dərk etməyə başlayırlar. Doğrudur. Baxın müəllimlər C variantında yalnız yüksək səviyyəli şagird üçün verilən suallar faydalıdır. Deyəcəksiniz, xeyr. Yəni digərləri üçün deyil, yararsızdır. Elə yanlış olan variant bir də səhv variant C variantıdır. Keçid edək növbəti sualımıza. Məktəbdə keçirilən riyaziyyat dərsinə müəllim yeni mövzunu izah etdikdən sonra şagirdlərə qrup şəklində işləmə üçün tapşırıqlar verir. Qruplarda müxtəlif səviyyəli şagirdlər yer alır. Bu zaman müəllim fərqli öyrənmə ehtiyacı olan şagirdlər üçün əlavə vizual material, konkret misallar və fərqli izahlar təqdim edir. Konkret misal, fərqli izah. Qrupların birində olan eşitmə problemi olan şagird tapşırığı yerinə yetirməkdə çətinlik çəkir. Müəllim həmin şagirdin ehtiyacını nəzərə alaraq tapşırığı vizual formada təqdim edir və ona dəstək üçün jest və mimikadan istifadə edir. Yəni müəllim uşaq eşitmədiyinə görə artıq müəllim onu bədən dili ilə başa salmağa çalışır. Digər şagirdlər bu tapşırığın fikirlərini dinləyir və ona dəstək olurlar. Bu vəziyyətə əsasən aşağıdakı fikirlərdən hansı yanlışdır? İnklüziv təhsil prinsipinə uyğun şəkildə diferensial təlimə üsullarından istifadə edir. Şagirdlərin bir-biri ilə əməkdaşlığı və anlayış inklüziv təhsil formalaşmasına şərait yaradır.
A variantı ilə B variantı, yəni doğru yanaşmadır. Amma bizdən yanlış yanaşmanı istəyir. Müəllim fərqli ehtiyacı olan şagirdlərin dərsdə iştirakını təmin etmək üçün adaptiv yanaşmalardan istifadə edir. Doğrudur. Belə yanaşmalar sinifdə fərqli qabiliyyətli şagirdlər arasında rəqabəti artıraraq təlimin keyfiyyətini azaldır. Elə yanlış olan da B variantıdır. Yəni şagirdlər arasında rəqabət yaratmır, əksinə şagirdlərin öyrənməsinə daha yaxşı təsir edir. Tədris prosesinə vizual və jestlərlə dəstəklənən üsullar eşitmə problemi olan şagirdin təlimə qoşulmasına kömək edir. Doğru yanaşmadır. Amma bizdən yanlış istirdi. Yanlış variant olacaqdır. D variantı. Növbəti 8-ci suala baxaq. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır? Yəni bizə qaydanı soruşur. Tədris ilinin əvvəlində, bölmənin əvvəlində, sinifdən sinifə keçəndə diaqnostik qiymətləndirmə aparılır. Verilən variantlar arasında C variantı ilə uyğunluq təşkil edir. Növbəti suala baxaq. Effektiv rəy ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Əks əlaqə tərifləmək və ya qiymət vermək deyil. Bəli, rəy ilə bağlı doğru fikri doğrudur. Əks əlaqə şagirdi nə tərifləməyimiz, nə də qiymət verməyimiz deyil, doğrudur. Verilən rəy gələcəyə deyil, keçmişə yönəlik olmalıdır. Əksinə, gələcəyə yönəlik olmalıdır, yanlışdır. Şagirdin emosiyalarına yönəlik rəy verilməlidir. Emosiyaya deyil, idraki fəaliyyətə yönəlik rəy verilməliyik. Rəy ümumi olanda daha səmərəli olur. Rəy spesifik olmalıdır, ümumi olmalı deyil. Rəy düzgün olarsa, həssaslıqla verilməyə bilər. Xeyr, rəy düzgün olmalı, eyni zamanda da həssaslıqla şagirdlərə çatdırılmalıdır. İndi burada sual yaranır ki, bəs müəllim, rəy nədir? Rəy o deməkdir ki, müəllimlə şagird arasında, şagird arasında, yəni iki tərəfli fikir, informasiya mübadiləsidir də. Rəy deyə bilərik. Amma verilən variantlar arasında B, C, D, Y yanlış oldu. A variantı doğrudur deyə doğru fikri də bizdən istəyirdi. A variantını biz seçə bilərik. Növbəti sualımıza baxaq. Hansı rəy effektiv hesab edilə bilər? Bu sözdən birinci abzasda istifadə etməməli idi. Negativlə başlayır və effektiv deyildir. Verilmiş illəri xatırlaya bilmirsən. Effektiv rəy deyil. Əhsən, sən çox ağıllısan. Yəni şagirdi ağlına görə təriflədik. Emosiyalara yönəlik rəydir və verilən rəy idraki fəaliyyətə yönəlik olmalıdır deyə bunu doğru götürə bilmirik. Tapşırıqların həllində fərqli üsullardan istifadə etməyini təqdir edirəm. Effektiv rəy sayıla bilər. İqtisadi zonaları xəritədə müəyyən edə bilmirsən. Effektiv rəy deyil. Effektiv rəy verilən sual arasında D variantına uyğun gəlir. 10 sual təqdim etdim sizlərə müəllimlər. Rəy bölməsində neçə düzünüz, neçə səhv olduğunuzu qeyd edin. Eyni zamanda da kanala abunə olmağı, rəy yazmağı unutmursunuz. Sağ olun, salamat qalın. Növbəti sınaqlara dək.